Salam, hər birinizi xoş gördük. OTK-nın 16 noyabr tarixində keçirilmiş olduğu imtahandan 11-ci siniflərin doğru cavabları ilə tanış olaq. Faydalı videoların və izahların davamı üçün kanala abunə olmağı unutmayın. 56-cı sualda doğru cavab olacaqdır C variantı. 57-də cavab yenə C olur. 58-də cavab C. 59-da B, 60-da D, 61 A, 62 C, 63 C variantı, 64 B, 65 D, 66 C variantı, 67 C variantı. Vaxt baxımından izahlarını vermirəm, sadəcə doğru cavabları sizin üçün qeyd edirəm. 68 B variantı, 69 D, 70 isə yenə D variantı olur. 71-də A variantı olacaq. Getdik mətn suallarına. 72-də D, 73 A variantı, 74-də yenə A, 75-də A variantı, 76-da 3 cümləyə aid belə deyim cavab lazımdır. Deməli, have you ever bought a product according to the advertisement? Yəni, elana görə sən heç hansısa məhsul almısanmı? 3 cümlə yazsanız tam baldır, 2 cümlə təqribi yarı bal eləyir və bir cümlələ də biraz da olsa bal almaq olur. 77-də doğru cavab olacaqdır. To afford və yaxud da elə afford'un özü olacaqdır. 78-də yəqin ki, iki söz dəyişmə olacaqdır. Orada belə sözlər vardı, indi geri qaytarmıram. To inform var, persuade var və remind var. İki söz dəyişmək olsa, misal üçün, informun yerinə report yazmaq olardı. Bu formada. Və yaxud da inandırmaq, persuade var mətndə, onun yerinə convince yazmaq olardı. Bu formada. 79-da isə deməli profit sözünün sinonimini bizdən soruşur. Cavab advantage. Belə əziz şagirdlər, listening təəssüf ki, əlimdə yoxdur. Ümid edirəm ki, az da olsa faydası oldu. Hər birinizə uğurlar olsun.